Herkese salam. Bugün sizlerle birlikte dostlar yine çəkirəm. Bugün sizlerle birlikte puding hazırlayacağıq və çox belə asan bir tariflə hazırlayacağıq. Onu da uzatmadan videomuza başlayaq. Lazım olanlar dostlar indi baxırıq. Aha. 2 stəkan süd, 1 xörək qaşığı nişasta, 1 xörək qaşığı un, 2 xörək qaşığı şəkər, yarım paket vanil əgər varsa, hazırlanması və s. belə bir şey eləyəcəyik. Onu da uzatmadan videomuza başlayaq. Sizdə də əgər bunlardan varsa, gedib götürüb mənimlə etməyi unutmayın. Bu arada mahnı çıxarmayı düşünmüşəm, amma ki belə sadə çıxaracağım. Məsələn, Nafon Banu və s. Belə bir mahnı çıxarmaq istəyirəm, amma ev klipində olacaq. Özüm evdə hazırlayacağım. Ona əgər çıxartsam, shortsda da paylaşacağım səs olaraq. Siz də o səsdən kim istifadə eləyibsə bir video çəkəcəm. Bir dans quran, yəni o mahnıya aid bir dans quran və onu çəkənlərdən birisini seçib kanalımda paylaşacağım. Onu da bugündən başlayır, amma mahnı çıxandan sonra eləməyiniz daha uyğundur. Çünki hələ mahnı yoxdur ortalıqda. Amma dəqiq demirəm dostlar. Bu arada nə video istəyirsə yorumlara yazın, hamısını çəkəcəm. Onda mən dostlar aşağı düşüb gedim o lavazmatları gətirib gəlirəm. Siz də gəlin gətirin. Bəli dostlar, bu arada işıqları yandırdım ki daha da keyfiyyətli çıxsın video. Bəli, lavazmatları gətirdim. Yarısı da üstədir yəni ki. Onda videomuza başlayaq. Dostlar, bu arada tətildəyik və çox gözəl videolar gələcək sizin üçün. Yəni çox maraqlı olacaq. Aha, indi belə bir qazan götürdüm. Siz də belə mini qazan götürə bilərsiniz, bu boydadır. Başımdan böyüdüm. Nəysə. İndi süd tökəcəyik. 2 stəkan süd. Reseptin ilk kuralı budur. Mən belə bardaqda tökməyə qərar verdim. ASMR. O dırnaqlar artıq yoxdur. Artıq uzatmaya qərar vermədim. Çünki artıq nə bilim, mənə pis gəlir o. Xoşum gəlmir, yəni qısacam. Nəysə. 2 stəkan süd tökürük. Bəlkə yenə uzadaram, bilmirəm. Nəysə. Tökək gələk. Dostlar, sizə bir marka tanıtmaq istəyirəm. Adı Karacadır. Həqiqətən mən oranı çox sevirəm. Siz də məncə sevəcəksiniz. Bilməyənlər üçün deyim. Hətta bu tava da Karacadandır. Biz çox şeyi Karacadan alırıq. Çünki çox gözəl və keyfiyyətli olur. Siz də gedib dənəməyi unutmayın. 1 stəkan südümüzü tökdük. İndi ikincini tökürük. İndi isə ikincini tökürük. Aha, indi reseptimizə baxaq nədir. Bu arada oturmuşam çünki çox yorulmuşam. 1 xörək qaşığı nişasta. Nişastanı götürüb gəlirəm çünki arxada deyil. Dostlar, südlərimizi tökdük. Südlərimiz yəni də südümüzü. İndi 1 xörək qaşığı nişasta tökəcəyik. Onda tökək nişastamızı. Biz biraz çox eləmək istəyirəm mən. Dostlar, ikinci necə deyim, südümüzü tökdük, amma biz ümumiyyətcə 5 nəfərik. Məncə bu yetməyəcək. Özümü saymıram, çünki mən 1 qaşıq alacağım dadımlıq. Həqiqətən də çox istəmirəm, çünki diyetdəyəm. Yəni ki, maalesef arkadaşlar. Ona görə mən 2 stəkanda süd əlavə eləyəcəm. Çünki bizdə çox nəfərik. Deyəsən bu 1 nəfərlik deyir bizə. Bir sorun yaşadıq dostlar. Südümüz az idi deyə 3 belə bardaq süd alındı. Nəysə, yəni ki 2 necə deyim, stəkan var idi. 1 stəkan qalıbmış. Nəysə, problem deyil, bunu da tökək. Heç sorun deyil. Məncə yetər. Məncə də yetər. Öz-özümə danışdım. Məncə gözəl olacaq. Belə. Bu arada siz daha da çox eləyə bilərsiniz. Əgər 6-5 belə sunumluq eləmək istəyirsinizsə, biraz daha necə deyim, eləməlisiniz südü. Yəni ki, süd alıb eləməlisiniz. O
qədər baha şey deyil dostlar, amma mağazadan da ala bilərsiniz, özünüz də eləyə bilərsiniz, ev südü də ala bilərsiniz ya da özünüz eləyə bilərsiniz. Mən mağaza südüyəm, ona görə yəni ki, mağaza südü istifadə elədim. İndi isə dostlar, hər şeydən 3 xörək qoymayı düşünürəm. Bəzi şeylər olar, bilmirəm, biraz azaldaram. Çünki bəzi şeylər olur ki, onu bəs eləyir içində. 3 xörək qaşığı nişasta tökəcək, amma ki, bu yetməyəcək. Ona görə neyək? Ayda, dünən çox istifadə elədim. Dünən çünki başqa bir şey eləyirdik. Ona görə qalmayıb çox. Neysə, işte olmaz. Heç sorun deyil, heç sorun deyil. Baxacam indi, duruma baxacam. Aha. İndi deyəsiz, bunu da aça bilmir. Aça bilmirəm, evet. Özümə bir adam tutacam, öz açsın, öz eləsin. Yetməyəcək, qutardı. Neyse, heç sorun deyil, bir qaş. Az qoyayım, neyse, 2 qaş. Bir də üçüncünü də qoyaq. Üçüncü biraz da qoyacağım. Amma nişasta qalmayacaq da. Hiç sorun değil yani. Hiç sorun değil. Bu kadarcık kalsa bence yeter yani. Yeter. Yeter de artar da çünkü bu çoktur. Çok olmuyor. Neyse, ondan sonra baxaq. Səsim inşallah gəlirdir. Burada bu mikrofon ne güne düşdü yazığım gəlir o mikrofona. Bir xörək qaşığı un. Unumuzu gətirib gəlirim. Bizə bir xörək qaşığıdır, amma indi mən tək deyiləm deyə, inşallah üstüm batmaz. Mən tək deyiləm deyə 2, 3 xörək qaşığı olar. Bugün olar. Çox yeyiləcək zaten. Biraz bol qoyaq, əlimizi korkaq alıştırmayalım. Arkadaşlar. Bu 2 oldu ama neyse. Neyse, hiç de olmaz. Biraz katı olar, biraz da atım. Biraz dediğim 3 xörək qaşığı yani. O yere qoyaq. Üstüm battı. Dostlar, mən bir bu kadar yemek pişiren birisi değilim. Ben bunu video için edirəm. Bu arada əməlli üzüm. Bu arada əməlli pişirirəm yemeği. Bu arada videoda elə deyim təbii. Bəli dostlar, indi elədi. Hayda. Dostlar, anlaşılır ki İlk dəfədir özüm tək olaraq şirniyyat eləyirəm. Bu arada zarf edirəm, özümü tək çox eləmişəm. Evet. Başqa nə lazımdır buna? Tez bitsin. 2 xörək qaşığı şəkər. Şəkər qatırıq. 3 xörək qaşığı qatacağım, şirin olsun. Şəkərimiz. Bu arada zarf eləyirəm. Şəkər təbii ki buradadır. Amma mən də bir şəkərəm. Evet. Şimdi kaşığım onun içine düştü. Neyse. Burada pesokumuz var. Pesok ne diye? Ne de şeker tozumuz var. Gedim təzə xörək qaşığı alıp gelirim. Dostlar, mən təzə bir xörək qaşığı götürdüm. Zarfat eləm bu arada. Təzə değil. Olsun. Hiç sorun değil. Hiç. Ama hiç sorun değil. Dostlar, mikrofonum halı. Çok pis günlerdir. Bakın ses gelir mi? Dostlar, mikrofonum halı. Toz kaçtı içine. Toz. Dostlar, çok istedi diye tez koyaq bir şey yedirdirək. Yəni ki, yesinlər, bəyənsinlər, mən də sevməyim. Bu biraz azdır. Hər şey qutartdım evdəki.
3 qoyaq çünki sonra bəyənmirlər. Şirin deyil deyə. Hazırdır. Biraz pendir kimi görsənir. Onu düzəldəcəyim indi onu. Yəni ki, biz çox nəfər olduğumuz üçün biraz əməlli elədim. Bu tava cızılmasın deyə. Tavanı cızmaya heç xoşlamıram. Pis səs gəlir. İndi bunu qarışdırırıq. Təbii ki, belə pişməyəcək dostlar. İndi reseptə baxırıq. Görək nədir. Mən səhv eləmişəm. Heç olmaz. Orta odda gedək bunu pişirək, amma mən səhv eləmişəm. Allahım, nə olur alınsın ya Rəbbim. Heç nə qalmadı evdə ya Rəbbim. Dostlar, inanmıram ki, gözəl olacaq. Nəysə. Bəli dostlar, baxın qatılaşdı. Aha. İndi bunu xaldengdə 1-2 saat gözlədəcəyik. Amma mən biraz az müddət gizlədəcəm nədir? Gözlədəcəm. İndi desert qablarına qoyaq bunları. Çox gözəl oldu. Dostlar, bu desert qabına dolduracağım. Bunu da doldurub gəlirəm, sonra deneyim testi. Dostlar, indi xaldengə qoydum. Həqiqətən də çox gözəl oldu. Məncə siz də etməlisiniz. Çox gözəl bir desert oldu. Məndə 2 ədəd belə desert qabında çıxdı. Göstərdiyim desert qabında. Məncə çox gözəl oldu. Dadını mən dadmayacağam. Nənəmə daddıracağam, müəlliməyə daddıracağım, yəni dayımın həyat yoldaşına və babama daddıracağım. Görüm necədir. Bu arada aşağı düşüb yenə yemək yemək istəyirəm çünki çox acam. Aha dostlar, siz daha da çox xaldengdə saxlaya bilərsiniz. Mən biraz buzluqda, biraz xaldengdə saxladım, amma o qədər çox saxlamadım. Belə elədim üstünü. Bir dəqiqə. Belə elədim üstü və çox gözəl görsən. İndi nənəyə daddıracağım. Ondan sonra müəlliməyə, ən axırda da babama. Amma babamı çəkməyəcəm. Tamam. 2 dənə belə şirin desert üçün qaşıqlar götürdüm. Bir dənəsini göstərəm necə olub. Baxın. Gördünüz, belə olub. Məncə çox gözəl olub. Hətta həqiqətən çox dadlı olub məncə. Belə hazırladıq. Çox gözəl. 2 dənə alındı çünki o qədər çox eləmədim. Siz əgər qonaqlar üçün eləmək istəyirsinizsə biraz çox eləyin. Özünüzə eləmək istəyirsinizsə özünüzə yetəcəyə qədər eləyə bilərsiniz ya da qonaqlara və s. Neyse dostlar, bu videonun sonuna gəldik. Kanalıma abunə olmayı, like etməyi unutmayın. Bu arada mahnı çıxarmaq istəyirəm evdən. Bilmirəm, dedim, demədim. Neyse. Bay bay. Maçı Gucci. Məncə çox dadlı oldu. Siz də evdə hazırlamağı unutmayın. Çox dadlı, əl və sağlıq. Necə bacardın bunu? Çox dadlı. Reseptlə. Çox bəyəndin nənə? Çox dadlı, əl və sağlıq. Sən də sağ ol. Bəyəndiniz müəllimə? Çox dadlı oldu. Dondurmaya oxşur dadı. Dondurma və maqnoliya arası bir daddır.